Deyir, Həzrəti İbrahim Peyğəmbərin dövründə bir Nəimə adında biri var imiş. Bu Allah'a inanmırmış. Bir dəfə Həzrəti Peyğəmbər görür ki, Nəimi balıqları yemləyir. Nəimidən soruşur ki, Nəimi, sən neynirsən? Deyir, savab iş görürəm, balıqları yemləyirəm. Deyir, axı sən Allah'a inanmırsan. Sənin gördüyün işlər savab ola bilməz. Deyir, sənin inandığın Allah məni görür, görmür. Deyir, görür. Deyir, əgər sənin inandığın Allah məni görürsə, mənim bu balıqları yemlədiyimi balıqlar bilməsə də Xalıq bilər. Öyle deyir. Sonra İbrahim Peyğəmbər bir gün gedir həccə. Hərdə ziyarət edəndə görür Nəimi həcdədir. Gözlərinə inanmır. Çağırır Nəimini, deyir, Nəimi, sən burada nə gəzirsən? Deyir, danışma. Mən heç özüm də bilmirəm bura necə gəlib çıxdım. Sizdən sonra deyir, elə bir möcüzə baş verdi ki, indi də inana bilmirəm. Deyir, nə oldu? Deyir, mən yenə balıqları yemləyirdim. Bir də gördüm ki, su şəhadət gətirir. Deyir, əşhədü ənna ilahə illəllah, əşhədü ənna Muhammedən Resulullah. Bir də gördüm ki, balıqlar da şəhadət gətirir. Artıq deyir, mən dayana bilmədim, mən də şəhadət gətirdim. Şəhadət gətirəndən sonra mən özümü burada gördüm. İndi qardaşlar, dünyada heç cür naümid olmaq olmaz. Hər bir bizə kiçicik görünən işdən onun üçün böyük qapılar açıla bilər. Məsələn, bu Nəiminin başına gəldiyi kimi. Arzu edək ki, Allah Teala bizi öz yolu ilə gedənlərdən eyləsin. Xırda işlərimizi böyük işlər kimi qəbul eyləsin. Ona görə bu dünyada həmişə yaxşılıq etməyə çalışaq. Pisliklərdən uzaq olaq. Bu bizim xeyrimiz olar. Allah Teala öz böyük qapılarını bizim yüzümüzə həmişə açıq saxlar. Diqqətinizə görə sağ olun.